Bəlkə də deyəcəksən elə məndən danışırsan, özünü o qədər yorğun hiss eləyirsən ki, özünü göydən yerə atılmış kimi çox çarəsiz hiss eləyirsən, dərin depressiya içərisindəsən. Səbəbi isə odur ki, həyatında başqalarının yükünü öz üzərinə götürürsən. Məsəl üçün, bir evladsansa, evlad rolunu oyna. Bir həyat yoldaşısansa, qadınsansa, kişisənsə, yəni bir rolu oyna. Qadınsansa dişil enerjini, yəni ortaya qoy, ona aid işlər gör. Əlir enerjini, yəni daşıma. Ondan sonra bir anasansa analıq görəvini gör. Yəni ondan artıq rollara girmə. İnsanlar çox verici olduqda, vericilik nə deməkdir? Ona aid olmayan yükləri, başqalarının yükünü həyatına götürdükdə, həyatına yük halında onu daşıdıqda adətən boyunlarında ağrı olur. Daha sonra çiyinlərində olur, başlarına daha sonra bu ağrılar vurur. Ona görə də çalışın, bir gəlinsənsə, evin qaynananın bir gəlininsənsə, gəlin rolunu oyna. Yəni gəlin ol, qız olmağa çalışma. Və yaxud da ki, qaynanasansa, gəlini gəlin kimi gör, qızın kimi görməyə çalışma. Bilirsiniz bu zaman nə olur? Bu zaman çox aşırı dərəcədə inciklik baş verir. Bu zaman insan elə bir varlıqdır ki, çox nadirən özünü inkişaf elətdirmiş insanlar bir qarşılıq gözləmədən bir şeylər edə bilirlər. Yəni bu çox nadirən olur, çox nadirən inkişaf eləmiş insanlarda olur ki, yəni bugünkü gündə necə ki mən bura keçib doğaçlama olaraq danışıram, yəni bu mənim içimdən gəlir danışıram. Burada bir məsəl üçün sənin də mənə al-ver dəngəsini qurmaq üçün təşəkkürün ola bilər, duan ola bilər, bir bəyənmən ola bilər. Ancaq ki, bəzən insanlar qarşılıq gözləyərək bir şeylər edirlər. Bu zaman insanda başlayır duyğu yükləməsi, hisslərin davamlı duyğu gözləyir axı qarşı tərəfdən. Məsəl üçün qaynanadır, deyirəm mən onu qızım kimi görürdüm. Ondan o hiss, o davranışı almaq istəmirdim. Mən yeri gəlir o başqa bir şey gözləyirdi. Gəlin isə gəlinlik rolunu oynayır, deyir mən ondan onu gözləmirdi. Kim eləyir bunu? Özü eləyir. Özü duyğu yükləyir buna. Ona görə çalışın hər zaman rolunuzda nədirsə o rolu oynayın. Başqa rolları üstələnməyin, üzərinizə almayın. Ona görə də həyatda o zaman daha mükəmməl bir yerdə olursan. Bunun qısacası yox deməyi bacarmaq lazımlıdır.